Fevral ayından biz bu problemlə üzləşmişik. Pulumu alıb mənim toxumu vermir qardaş. Xahiş eləyirəm aidiyyatı qurumlardan mənə kömək eləsinlər. Belə cəmiyyətə yararsız şirkətləri bağlasınlar. Bunlar xalqı aldatmaqla varadılar. Qabağızdan pullarını alırlar cəmaatın. Toxumu gətirirlər. Gətirəndə də bax beləncə yarımçılıq problemlər yaranır. Cəlilabad rayonunun Üçtəpə kənd sakini sahibkar Cəlal Əhmədov bildirir ki, Azərtoxum şirkəti ilə müqavilə bağlayıb. Onun iddiasına görə şirkətə etdiyi ödənişin heç yarısı qədər toxum ala bilməyib. Həmçinin toxum vaxtında verilmədiyi üçün sahibkar ciddi zərərlə üzləşdiyini deyir. 5-6 ildir mən yer kökü əkinlə məşğulam. Subsidiyalar, tikdiyim xaladenliklər hamısı dövlət xətti ilə güzəştli şəkildə alınıb, tikilib, istifadə olunur. Bizim işlərimiz çox gözəl gedirdi. İndiyə qədər hər il 1000-1500 tona yaxın Azərbaycanı yer kökü ilə təmin edirəm. Bizim bu ildən problemimiz yaranıb. 74.600 manat pul vermişəm. 32.250 manatlıq toxumu göndərib. 42.350 manat pulumuz həmən şirkətdə bu dəqiqədə qalır. Bütün texnikalar işləyib. Torpaqlar hazır. Toxumun yolunu gözləməkdən gözümüzün kökü saralıb. 45 gün müqaviləmizdə göstərilib. 60 gündən sonra bizim toxumumuzu gətirib çıxardıblar. Həmin toxumu biz sahəyə əkə bilmədiyimiz üçün sahələrimiz bomboş qalıb. Yaz əkininə gecikmişik, mart ayı əkə bilməmişik. İndi qış əkini də 10 gündən sonra başlayacaq. Toxumumuzun yarısı var, yarısı yoxdur. Sadəcə bu adam bu toxumun pulunu vermək istəmir. Qardaş günü-günə satır. Biliyorsan zəng eləyir, deyir, sən toxum istəyirsən, pul istəyirsən, deyirəm mən toxum. Yox, pul istəyirsənsə, qoy mən həmin toxumu satım, ondan sonra sənin pulunu verim. Fikir ver ha. Və yaxşı qardaş, toxumu alımısansa, səndətsə mənim toxumumu ver də. Biləsvardan bura yığışıb gəlir fəhlələr. Dağ kətlərindən yığışıb fəhlələr gəlirlər. Öz kəndimdən fəhlələr gəlirlər. Qış uzunu 160-180 nəfər qadın işləyir burada. Çox xahiş edirəm, aidiyyatı qurumlar mənə kömək eləsinlər. Və mən hara müraciət eləyim, sənə qurban olum. Dərdim hara deyim. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Məlum oldu ki, çəkilişimizdən sonra problem öz həllini tapıb.